Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. 25 aprel 2026-cı il üçün Azərbaycanda hava şəraiti ilə bağlı ətraflı proqnozu diqqətinizə çatdırırıq. Bugün ölkə ərazisində yaz fəslinə xas dəyişkən hava müşahidə olunacaq. Atmosferdə qeyri-sabitlik davam edir və bu da bəzi bölgələrdə yağış, digərlərində isə nisbətən sabit və mülayim hava şəraiti ilə müşahidə olunacaq. Paytaxt Bakı və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq. Gün ərzində bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Temperatur gecə saatlarında 10-13 dərəcə, gündüz isə 16-20 dərəcə arasında dəyişəcək. Axşam saatlarına doğru havanın bir qədər sərinləşəcəyi gözlənilir. Abşeronun digər ərazilərində də oxşar hava şəraiti müşahidə olunacaq. Rütubətin yüksək olması səbəbindən səhər və gecə saatlarında duman ehtimalı da istisna edilmir. Respublikanın şimal bölgələrində, xüsusilə Quba və Qusar ərazilərində hava daha dəyişkən olacaq. Gün ərzində arabir yağış yağacağı, bəzi dağlıq ərazilərdə isə qısa müddətli intensiv yağıntıların olacağı ehtimal edilir. Dağlıq zonalarda temperatur gecə 5-8, gündüz 10-14 dərəcə təşkil edəcək. Qərb bölgələrində, o cümlədən Gəncə və ətraf rayonlarda hava əsasən buludlu keçəcək. Günün ikinci yarısında bəzi yerlərdə yağış gözlənilir. Temperatur gecə 9-12, gündüz 18-22 dərəcə arasında dəyişəcək. Külək əsasən mülayim olacaq. Cənub bölgəsində, xüsusilə Lənkəran və ətraf ərazilərdə hava nisbətən rütubətli və buludlu olacaq. Gün ərzində arabir yağış yağacağı ehtimalı var. Temperatur gecə 12-15, gündüz isə 18-21 dərəcə təşkil edəcək. Aran rayonlarında, o cümlədən Mingəçevir, Yevlax və ətraf ərazilərdə hava əsasən quru və mülayim keçəcək. Gün ərzində hava temperaturu 20-24 dərəcəyə qədər yüksələcək. Bu bölgələrdə günəşli saatların daha çox olacağı gözlənilir. Dağlıq və Dahatəyə rayonlarda isə hava şəraiti daha dəyişkən olacaq. Arabir yağış, bəzi yüksəkliklərdə isə qısa müddətli qarla qarışıq yağış ehtimalı var. Bu ərazilərdə temperatur digər bölgələrlə müqayisədə daha aşağı olacaq. Ümumilikdə qeyd edək ki, 25 aprel tarixi üçün Azərbaycanda hava şəraiti qeyri-sabit olaraq qalır. Gün ərzində temperaturun tədricən yüksəlməsi hiss olunsa da, bəzi bölgələrdə yağıntı ehtimalı davam edir. Bu səbəbdən xüsusilə səhər və axşam saatlarında açıq havada olan vətəndaşlara ehtiyatlı olmaları, uyğun geyim seçmələri tövsiyə olunur. Fonda isə qeyd edək ki, bu cür dəyişkən hava şəraiti yaz fəslinin tipik xüsusiyyətlərindən biridir və yaxın günlərdə də oxşar tendensiyanın davam edəcəyi gözlənilir.